Gün ərzində telefon əlimizdən demək olar ki, düşmür. Gah videolara baxırıq, gah sosial şəbəkələrdə gəzinirik, gah da mesajlaşırıq. Amma düşünmürük ki, bu vərdiş gözlərimizə nə qədər ziyan vurur. Təkcə telefon yox, televizor, planşet, kompüter və bu kimi digər cihazlar da sağlamlığımıza qənim kəsilib. Gözümüzün torluq işarəsində sensor hüceyrələr var, işıq qəbul edən hüceyrələr. O hüceyrələri zədələyir və hüceyrələr həssas olduğuna görə əgər mavi şüaların dozası çox olarsa, hüceyrələri öldürür. Buna görə biz mavi şüalardan qorxuruq. İkincisi, ən çox yaratdığı problem quru gözdür. Quru gözü necə ortaya çıxardır? Məlumdur ki, gün ərzində 20-22 min dəfə qeyri-iradi göz qırpma hərəkəti edirik və hər gözümüzü qırpdıqca göz qapağı özündən göz yaşını gətirir. Buynuz qışamız yeganə orqandakı damarsızdır və göz yaşı ilə qidalanır. Göz yaşı nə qədər çox olarsa, o qədər qidalı olur, qorunur. Bəs bu zərərin qarşısını almaq mümkündürmü? Oftalmoloq cərrah Rəfadar Xəlilov deyir ki, ekrana fasiləsiz baxmaq olmaz. Hər 20 dəqiqədən bir gözlərə istirahət vermək, uzağa baxmaq və göz məşqləri etmək vacibdir. Bundan başqa ekrana yaxın dayanmaq və qaranlıq məkanda baxmamaq lazımdır.